Olsun, hər gün bir sual izahı ilə qarşınızdayıq. Qeyd olunur ki, A adlı dövlət qulluqçusu B adlı siyasi partiyanın üzvüdür. Qeyd olunmuş siyasi partiya üzvləri üçün hansı ki dövlət orqanlarında çalışırlar, siyasi partiyanın əhəmiyyəti ilə bağlı, təşkil etdiyi təlimlər, keçirdiyi konfranslarla bağlı digər şəxslərin maarifləndirilməsi ilə əlaqədar qərar qəbul edir. Bəs dövlət qulluqçusu bu zaman necə olur? Ümumiyyətcə A variantında qeyd olunub ki, dövlət qulluqçusu siyasi partiyanın üzvü ola bilməz. Xeyr, siyasi partiyanın üzvü ola bilərlər, önəmli məsələdir. Sadəcə dövlət orqanlarında siyasi partiyaların strukturu yaradılmır və bir də ictimai birliklərin, yəni məsələn də hər hansısa bir partiyanın, məsələn, Demokratik partiyanın, məsələn, dövlət orqanında Maliyyə Nazirliyində bir şöbəsi, söhbət bundan gedir. Həmin qərarı dövlət qulluqçusu üçün heç bir adiyyət yoxdur həmin qərarın. Bəli, bizim doğru cavabımız da budur. Yəni bununla bağlı bizə adiyyəti olmur. Ümumiyyətlə dövlət qulluqçusunun qulluq vəzifələrini icra etdiyi dövrdə də siyasi partiyaların fəaliyyətində iştirak etməyə belə hüququ yoxdur. Yəni o məsələsi də var. Bu da B variantı bizim doğru cavabımız olmuş olacaq.